xanım, məsələn, ümumiyyətlə mən çox müşahidə aparmağı sevirəm. Sosial şəbəkələri də çox tez-tez izləyirəm bu məsələyə görə və fərqli səhifələr. Məsələn, xarici ölkədə səhv etmirəmsə, xanım Latviyada yaşayır. Belə bir post paylaşmışdı ki, saat 4-dür. Mən övladımı məktəbdən götürmüşəm, qarnı tox, dərslərini hazırlayıb və mənə valideyn olaraq görəcək heç bir iş qalmayıb və çox rahatam, uşaqda xoşbəxtim, mən də xoşbəxtim. Belə bir post paylaşmışdı. Həqiqətən bu diqqətimi çəkdi. Çünki bizdə saat 10-dadır, kiminsə hansısa ailə ilə danışırsınız, nə edirsiniz? Biz dərs eləyirik. Bütün ailə cəlb olunub dərs eləyirlər, dərs hazırlayırlar. Buna sizin bir münasibətinizi bilmək istəyirəm. Əslində təhsil məktəbdə yekunlaşmalıdırmı? Yoxsa təhsil bu dərəcədə evə daşınmalıdırmı? Sözün əsl mənasında, yəni bütün nəsil təhsilə cəlb olunur. Az qala analar övladı ilə yenidən oxuyurlar. Biz nəzərə alsaq ki, xaricdə yaşayan həmin xanımın dünya görüşü və orada yaşayan insanlar, hələ o xanım Azərbaycandan gedibdir. Orada yaşayan insanların dünya görüşü, həyat şəraitləri və yetişmə şəkilləri, təhsilləri bizim təhsillə tamamilə fərqlidir, dünya görüşləri də həmçinin. Biz də dünya səviyyəli təhsilə çatmağımız üçün qoyulan standartlar var müəllimlərin də önünə. Təhsil evə də getməlidir. Amma hal-hazırda, belə deyək, dərsliklərin verilmə şəkli ilə uşaqların üzərinə qoyulan imtahan şəkilləri fərqlidir. Daha çətindir. Dərsliklər daha sadədir nisbətdə, dəyişən dərsliklər. Amma imtahan isə daha çətindir. Summativ olsun, sonra böyük summativ olsun, fərqi yoxdur. Yəni testlə dərslik üst-üstə düşməməsi ilə bağlı valideyn də, müəllim də uşağa əlavə materiallar işlətməyə məcburdur. Buna görə də təbii ki, evə də təhsil getməlidir.